Pizzamız hazırdır. Üstünə də ki, reyhan, yaşılda, qırmızıda qoymaq olar. İndi biz bunu konusvarış kaçırırıq. Şu. Götürüb dadına baxa bilərsiniz. Salami pizza da hazırdır. Bunu da nuş edeyim. Bu da grill tərəvəz pizza. Onu bir belə kəsirik, sonra indi bir-birindən ayırırıq. Qarışıq tərəvəzli, hansı tərəvəzlərdən istəyirsiniz, istifadə edə bilərsiniz. Öncədən biraz tərəvəzi balaca heç olmasa badımcandır, bibərdir, qırmızı, sarı istifadə edə bilərsiniz. Köşkdə əvvəlcədən biraz qızardıb, yəni yumşaq şəkildə olandan sonra istifadə edə bilərsiniz. Yəni bu qədər. Eləyin.